Burun tutulubsa beynə gedən oksigen azalır, yuxu pozulur, yorğunluq artır, baş ağrısı və əsəbilik halları yaranır. Bəs bu problemin çarəsi nədir? Dəyərli izləyicilər, bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Burun tutulması çox vaxt soyuq dəyimi ilə səhv sanılır, amma əksər insanda bu allergik rinitin əlamətidir. Əgər səhər duranda ard-arda asqırma, gecələr isə ağzı açıq yatma və burun tutulması hallarınız olursa, deməli siz allergik rinitdən əziyyət çəkirsiniz. Siz də bu cür şikayətlərdən əziyyət çəkirsinizsə, Sinisol Ektoin burun spreyindən istifadə edə bilərsiniz. Bildirim ki, bu məhsul dərman deyil, tərkibində təbii ektoin maddəsi və dəniz duzu var. Deməli, bu maddə burnun selikli qişası üzərində qoruyucu bir su təbəqəsi yaradır. Burnu qurumaqdan, qıcıqlanmadan və allergenlərin təsirindən qoruyur, şişkinliyi azaldır və sizin rahat nəfəs almağınıza yardımcı olur. Üstəlik, bu sprey asıllıq yaratmır və hormonal təsiri də yoxdur. Buna görə də 1 yaşdan yuxarı uşaqlar, hətta hamilələr də istifadə edə bilər. Serbi istehsalı olan Sinisol Ektoin burun spreyini isə bütün apteklərdən əldə edə bilərsiniz.